birlikdə hazırlaşırıq. Amma bu dəfə keçən səfərlərə nisbətdə saç da eləyəcəyik. Deməli, Mərişlə birlikdə ilk dəfə birlikdə kəşf elədiyimiz, mənim üstümdə denədiyimiz o saç modeli, hansı ki, onu eləmək üçün ilk öncə saç bir 2 gün, 3 gün ən azından yuyulmamış olmalıdır. Yəni 2-3 gün bundan qabaq yuyulmuş saç olmalıdır. Çünki təmiz saçda tam o effekti vermir. Slick ban eləmirik, çünki mənim saçım maşallah çox uzun olduğu üçün mənim topuzum yığılanda gəlib haradasa buralara qədər çıxır, o slick ban görüntüsünü verə bilmirik. Əvvəl siz slick ban yığa bilərdiniz, indi sizin də saçınız uzundur. Slick ban bilmirsən nədir? O belə pürüzsüz gəlib belə burada topuz yığırlar, topuz darağı ilə darıyırlar. Yatmırsan sən, evdə bütün gün ona baxırıq. Yox, aşkım biz yığa bilmirik. Hədə mən də onu deyirəm, indi saçınız uzundur, əvvəldən olsa... Əvvəl də yığa bilmirdik. Əvvəl o yox idi, ona görə. Sən saçın qısa olanda elə bir şey hələ kəşf eləməmişdik. Nəysə, deməli, saçım uzun olduğu üçün, uzun saçların ürəyində slick ban qalmasın deyə bir saç tapmışıq Məryəmlə. Prosto bu video Məryəmin növbəsi olmadığı üçün adı burada özü yoxdur. Nəysə, mən Məryəmin yerini vermirəm, bəyən. Məryəmin yerini ver. Siz yaman davranışsa axır vaxtlar bacılar arasında çox böyük aqressiya görürəm. İzləyicilər də sevmir bunu, eləməyin. O mənim də demədim. Yəni, Mərişin ilk dəfə tapdığı saçdı. Bugün Rabişlə birlikdə onu yığırıq. O mənada dedim. Arkadaşlar, nə oluyor bunlara ya? Nəysə, deməli, Rabiş mən o saçı yığmaqda kömək eləyəcək. Yanımda bir sürü əşya gətirmişəm. Bu videodan sonra da TikTok canlısına girəcəm bu arada. Baxın, parfümündən tutmuş darağına qədər, fırçalarına qədər hər şeyi yanımda gətirmişəm. İndi başlayırıq, sən mən kömək eləyirsən, hazırsansa. Deməli, buradan 2 dənə parça götürürəm. Buradan da 2 dənə parça götürürəm. Çox qalın olmasın, baxaq. Evet, yaxşıdır, всё. İndi sən arxadan saçımı qaldırıb tutmalısan ki, mən bunları yığa bilim. Kalk bakalım ayağa, yardım et bana. Deməli, 2 parça saç ayırdınız belə. Ay, sol. İndi onu qaldır, bacardığın qədər göyə. Qaldır, qaldır. Bunu darıyaq ki, çirkin olmasın. Bir saniyə. İndi bu tərəfi də darıyım. Gəlin topuzunu oxşadı başıma. Evet. Bu 2 tərəfi qaldırdım. Qolumda normalda bunun üçün o dollarları bükən o kinolarda lastiklər olur. Ondan olsa daha yaxşı olar. Amma məndə olmadığı üçün bundan yığacağım. Bunu arxadan belə gətirib yığacağım. Bir saniyə. Qulağımın içini eləyim üstünə. İçini eləyirəm. Şöh, indi bunu yığıram. Bunu sıx yığmalıyam ki, açılmasın. Açılsa vay halıma. Ki, saçı təzdən yığ. Allah. Bunu bu arada uşaqların ana tərəf toyuna gedəndə yığmışdılar bizim üçün salonda. Bir qismində oradan uğramışıq. Allah, rezin nə geniş imiş. Doluyuram, qutarmaq bilmir. Ay Allah. Evet, çirkli saç günlərinizin qurtarıcısı kimi istifadə edə bilərsiniz bu saç düzümünü. Evet. Yığdım və sıxdım. Baxın. Ayda düzgün ayırmamışam saçımı. Saçımı düzgün ayırmamışam. Arxası düzgün. Yox, qabağı düzgün ayrılmayıb. Böyle güzel gözükmez arkadaşlar. Düzgündür aşkım ortadan. Aşkım sen saçın ortadan değil diye söylüyorsun. Hamı da düzgündür, düzgün değil. Çok bilinir sence? Bence çok bilinmir. Yoksa asimetrik görünür, baş eğriler oxşuyuram. Sen dinən. Görünür, görünmür. Fərqi değil daha düşünüyorum. Yalan danışma. Özündə belə olsa indi bir dənə də yığa bilək. Ortadaymışdım. Tamam, belə saxlayıram. Olmasa sonra açıb yeniləyərik. Bunu belə sımsıxı yığdınız. Baxın, görürsünüz, sımsıxıdır da. Yəni yapışıb başıma. Elə bir inək yalayıb başıma. Ondan sonra belə də qala bilər. Bir də biz toyda açığı saçımızı düzləşdirmişdik. Bunları belə atmışdıq yana. Bura mirvarilər yapışdırmışdıq. Belə qalmışdıq.
Amma indi mənim saçım uklatkalı olmadığı üçün təbii ki, ən qərib görsənir. Avatarlara oxşuyuram. Ona görə bunu buradan yığacağıq. Yarım at quyruğu, belə deyim. Mənim saçım o qədər ağırdır ki, yarım at quyruğu belə başımı çox incidir, yəni qala bilmirəm. Amma bu günə özəl, baxın, ikinci step olaraq bunu belə yığacağıq. Bunu təbii ki, düzləşdirmək şərti ilə, bu hələ pütür-pütürdür. İstəsəz buradan 2 dənə saç götürüb, beləcə bir dənə uzun hörük eləyib, o şəkildə də 2 dənə hörük ata bilərsiniz. Burada yarım at topuzu və belə saç, amma mən onu eləməyəcəm. O hörüklər üçün gərək video 40 dəqiqə zad olsun. Bir saniyə. Əslində güzgüyə ehtiyacım var, görmürəm heç nə. Durun bir dakika. Burasını sən altdakilər tut. Mən burasını düzləşdireyim. Allahım, qollarım ağrıdı. Bu saçın zamanı gəndə deyirəm ki, qol məşqi başladı. Düzgün yığılıb görəsən. Bu tərəfdən qalıqlar var, hə? Dur, Rabiş, sən saçımı burax. Qızə, elə tutmursan saçımı, elə bir dəqiqə oğurlayıb aparacaqlar. Yo, düzgündür da. Şu. Evet, o at quyruğunu yığdıq, gəldik, biraz da kömək aldıq. Deməli, baxın, burada bu yarımçıq at quyruğu, görürsünüz. Saçımın qalan yeri açıqdır. Buralar açıqdır, burası yarım yığılıdır. Çolkam isə silik bandır. Mən bu saç düzümünü dəhşət çox bəyənirəm, yəni çox xoşum gəlir. Hərəsə sadə açıq saçla getmək istəmirsinizsə, belə yığıb gedə bilərsiniz. Təbii ki, bunun daha qəşəng, daha özənilmişləri var. Onu da növbəti videolarda paylaşacağım. İndi keçirik makyaj bölümünə. Birinci başlayıram baza ilə. Tez üzümə bir dənə baza sürtürəm. Bugün bilirsiniz nə makyaj eləyəcəyik. Mənim ən sevdiyim, belə deyim də, özəl yerlərə gedəndə elədiyim, özəndiyim makyajımdır, makyaj türümdür. Şəhriyar da bu makyajı mənə dəhşət çox yaraşdırır. Bazanı sürtüm, indi keçəcəm ora. Bu arada bizim bir dənə videomuz var idi ya. Uşaqlardan kim mənə makyaj eləyəcək. Onun kurasını ataq indi. Tamam, get kağız ruçka gətir. Evet. Həmin o həyəcanlı an gəldi. Deməli, uşaqlar, bir video ideyamız var. Uşaqlardan biri mənə makyaj eləyəcək. Üçü də bu videonu dəhşət çox istəyirlər çəkməyi. Hətta evdə demək olar ki, 2 gündən bir bu video üstündə davadır. Bugün o videonu kimin çəkəcəyi məlum olacaq. Evet, kağızları bölürəm. Birinci kağız. İkinci kağız. Üçüncü kağız. Rabiyə, kimin düşməyini istəyirsən bu videoda? Niyə dünən deyirdin, mən düşüm axı? Bilirəm ki, düşməyəcəm. Düşməyəcəm, yox. Kimin bu videonu çəkməyini istəyərsən? Mən. Uzun. Tamam. Yazıram bir kağızları. Rabiyə, birinci sən adını yazıram. Rabiyə. Qattalayıram. Qattala bunu. Bunu da qattala. Deməli, kura çəkirik. Bu kurada kim çıxsa, gəl qattala. Bu kurada kim çıxsa, bu videonu məndən həmin uşaq çəkəcək. Görək kim çıxacaq. Hazırsınız. Həyəcanlıyam, nə yalan deyim. Şu, sən də böl. Evet. Baxmadan seçəcəm. Qarışdırıram. Baxmadan seçirəm. Hamı yığışıb bura. Orada asnat yazılıb. Mənim qattaladığımdır. Bilmirəm, görsənir yoxsa yox, Rabiyə. Asnat. Allah'ın olsun. Hiləli var. Prosta sən dünən daha çox həvəsliydin bu videonu çəkməyə, indi həvəssiz gördüm səni. Yo, sevindim, nə yalan deyim. Prosta qorxuram, görmüsün necə baxılır mənə. Kamera arxasında bildiyimiz baskı var bu dəqiqə, hamı gözlərini açıb. Nəysə, deməli növbəti videolarımızdan birində Rabiyə mənə makyaj edəcək. Bunu deyim. Həqiqi deyirsən?
Yaxşı, tamam. Elə hazır düşmüşkən bu videoda arkada ağlaşma. Bu videoda Rabiş mənə makyaj edəcək. Hazırsınız? Evet. Makyaj bazamı yanaqlarımın burasına, gözümün altına, burnumun üstünə vur, oralara vurmamışam. Gəl mən sıxım, ölçülərini mən bilirəm. Hara sıxım? Əlibə sıxım. Bazanı. Evet. Buradan deməli alnıma vurmuşam. Hə. Buralarıma, gözlərimin altına, bir də burnumun üstünə makyaj bazamı sürt. Evet, Rabiyə, sən güvənli. Oyda, çox çətin makyaja düşdün, Rabiyə. Bu eləyəcəyim makyaj çətin makyaj idi. Bunu eləyə bilməzsən sən. Dəyişək makyajın konsept. Yo, aşkım, o çətin deyə mən özüm 3 dəfə öyrənmişəm o makyajı. 3 dəfə üzümə eləyib. Gözünün içinə sürtüşəm. Yo. İndi bu biri gözümün altına. Bəs nə? Bu biri gözümün altına. Rabiyə hal-hazırda üzümə bazı. Hansı? Qıza gözümün içinə soxma kremi. O hansı makyaj deyirsən? O gözümün ortası zərqıraqları kariçnivi, dibi qara. O çətindir. Burnumun üstünə masaj eləyir elə bil üzümü. Burnumun üstünə. Ondan sonra keçirik tananiyə. Oyda. Nə bu? Bu bazadır. Makyaj altından vurulur da nəmləndirici kimi. Nə eləyir ki makyajı? Daha pütür durmasını azaldır. Tam yox eləyir deyə bilmərəm, amma azaldır. Bir də nəmləndirir üzü. Şö. Bu kadar yeterli. Ay makyaj saçımı ayırma. Saçım dağıldı. Başımdan ne iş tutursan? Üzümü makyaj eləyirsən. Evet. Şillələdi axırda məni. İndi keçirik. Buna mənim sevimli kuşonum. Bundan üzümü pürüzsüzləşir, rəng tonumu eşitləyib pürüzsüzləşdirirsən, tamamını vurursan da. Bax, göstərirəm necə vuracaqdır. Çox basmırsan, bu qədər basırsan, sürtürsən. Buyur. Sənə əmanət eləyirəm üzümü. Mən özüm də burada nəzarət eləyirəm sənə. Nəyi iyniysən, qızə? Aşkım, tanı... Bastın yoxsa yerə bastın? Bastım üzü, sən başla. Alnımdan başla, amma çox dibinə vurma, yaxşı? Elə yox, qızə, normal sürt. Başımdan tutma da, aşkım, saçım dağılır axı. Axardan tutum, sabitkanlayım üçün. Düşürsən yoxsa stoldan? Sən niyə düşürsən? Fırlanan stolda olan mənəm, stoldan düşən budur. Saçımı deyib gəlib çıxartdın çölə. Alnımın qıraqlarına. Ay, soğuk. Ay, yuxum gəlir. Kiminsə mənə makyaj eləməsi nə gözəl duyğuymuş. Biraz da bas. Çox bastın. Tamam. Gəl bura. Yumuşaq bir şeydir. Hə, gəl bura. Süngərdə sıxdıqca içindən ürün çıxır da elə bir. Buralara Belə bir şeydir. Yanağıma da belə. Güzel üzümün üstüyüz. Vaxtınızı sıxılır. Aşkım, hiç mi bakmamısan mənə eləyəndə? Evet, baxın, biraz da batır vur. Aşkım, bura batır, üzümə yox. Nədən eləydi, baxın da. Yo, süngərdir bu. Neysə, az o krem üründü, toz ürün deyil, nə üfürürsən onu. Aşkım, əlləri belə pıt vururdu, bu yoxlamaq üçün. Əlləri səhv vurur, belə sürt. Yanağıma. Bura sürtdüm də. Buralara yaxşı dolmayıb da. Aşkım, niyə silirsən sürtdüyümü? Davay, sürt, normal sürt, krem kimi sürt üzümə. Elə bir süngərlə krem sürtdüsən üzüdə. Nəçini? La havle ve la kuvvete illa billah. Aliyyul azim. Burada vur. Buralara vur. İndi burnumun ucuna belə elə. Elnarə elədiyi kimi. Çox götürmə ya burnumun ucuna. Çox basma. Bəsdir. Bəsdir, aşkım, burnumun ucuna çox olmaz. Bura. Hə. Belə aşkım, sürtmə. Ay, sağ ol. Axı, bura deyirəm, gəlmir axı, indi sınır düşür. Aşkım, sürtmə, sürtəndə pis görsənir. Buna yedizdirmək lazımdır ürünü. Bax, bu qalıb görsən, bu necə makyaj? Mən nə bilim, orası soru görürəm. Öyrənib gələkdin üstümə. Öldürürdün. Silin qadını makyaj eləyirmiş. Niyə allıq sürtə bilirsən? Allıq sürtməyim, bu nədir axı? Çənəmə keç. Deyirəm, sürtmə burnumu, yenə burnuma belə eləyir. Aşkım, o gör... basın mı? Ver, mən basım. Gördün, çıxdı.
Dodağımın çənə ətrafıma, dodaq ətrafıma. Şükür. Çənəmə. Allah, Tanannini bu qədər müddətdə sürdüksə, tuşu falan təsəvvür edir. Ağzıma da ağzını qapa. Qapa mı? İndi bu tərəfimə də vur, ya Allah, bismillah, sağollaşaq bundan. Süt bu tərəfimə. Nöş iyni, başımdan tutma. Nöş iyni sən dəqiqə başı sifətimi, Çox oldu. Öz biçirsən. Hə. Haydi, bu tərəfə biraz gətir, bura ürün az gəlib. Ay, sağ. Ay Allah, qurban olum sənə, görmürəm bu hissələri, çox narahatam, sürtmə burnuma elə, Rabiyə. Güzel vəhşi. Sən kimdədir gözümün üstünə onu vur? Gözümün üstünə... Yuxum gəldi. Bəzi yerlərdə döydü, bəzi yerlərdə makyaj elədi, bilməm. Bir-iki rəmvər düzəliş edeyim burnumun qıraqlarına. Evet, buralarım çökəklik olduğu üçün... Evet, döyüb məni əməlli başlı qız. Yox, bir o. İndi gözaltımı vurursan, gəl bura. Gözaltını gətir oradan. Göz altı. İndi bilməyəcək xanımzadə. Concealer. Concealer. Hansıdır burada? Conserva. Aşkımı pomada deyə, özümü əsli də artist Yox, deyə vurdum. belə oxşuydu. Səndə belə idi concealer. Aşkım bu rəngdə. Nə bilim. Bunu mən göstərib deyir concealerdir. Ha bu. Sən gözümün altına mən dəfələrcə vurduğum şey. Aşkım, gözaltı kapatıcı. Valla bilir, Qurana and olsun. Dəfələrcə də öz gözünün altına sürtdürüb. İndi özünü vurub Bir dəfə artist o deyə. da günündür. Bir dəfə yox, ondan əvvəl də vurmuşam, gələ. Çox vurmurlar ha, onu çox az vurmalısan. Sivir çıxart ürünü. Ay ana, işimiz var. Gəl sürt. Sivir çıxar ki, çox gəlməsin ürün. Sivir bu tərəfində. Ay sol. Bir pıt bura, bir pıt bura. Bir zat. Gözdə baxın güzgüyə. Bax bir pıt bura vur. Biraz da bir pıt bura. Ay sol. İndi bir az, ondan az bura. Ay sol. Bundan. İndi süngərlə yay gözümü çıxartmadan amma nə olur? Çıxartdım. Aşkım cadı ya. Tanıdığı şeyi tanımamazlığa vurmuşdun özünü bayaq. Qorxuram ona görə. Elə yaydırma. Aşkım nə olar yaydırma da. Pıt elə xahiş eləyirəm. Yadımdan çıxır. Evet. Pıt eləndə geri gördüm. Burnumun üstünə gedib çıxma da. Burnumun üstündə ehtiyac yoxdur eləməyə. Haydi. Evet. Ay gözümün dibinə yumruqlama. Ay Allah. Bu ucu böyük axı. Ucu böyük deyil aşkım. Öyrəşərsən. Haydi. İndi obisinə keç. Yayıldı bu. Bax buralar pütür qalıb. Görsən. Oraları... Bükürsən ona görə. Neyini qorxuram səndən. Bükmə, qorxma. Rəngini bükürək. Yox, indi bükmürəm. Allahım, beni buradan diri çıxart, nə olur. Baxın. Bir dənə xırda düzəliş eləyim. Allah. Всё. Keç bu tərəfə. Gördün necə eləyirəm. Keç bu tərəfə. Hər şey iynirək. Zən, nə gözləyirsən orada iy? Abi bükürək. Neyim, qorxuram sən? Tamam, vur, gözləyirəm. Dön demək yerinə niyə deyirsən? Deyirəm, sürtmə, yenə başlayanda bir dənə kon sürtürək. Başımdan tutma, saçımdan. Ay Allah, bismillah. Haydi, inanmıram sənə, sən bacar. İnanmırsan aşkım. Başımdan tutma. Gözünü çəkirəm. Eybi yox. Day pıt-pıtla. Ağzını bir çıxartırsan. İzləyicilər də eşitsin deyə. Haydi. Oo. Hepim Survivor'da yani. Survivor nə alaka? Aşkım bükme de. Nə olur ki bükəndə? Küçülük kal. Bizə belə pot vurma da. Sen kime geçmiş? Yapasam da bilse.
Ay, sağ ol. Öyrəndi uşaqlar 2 dəqiqəyə. Götürmə qabiliyyəti yüksək olanda belə olurdu. Təkcə dərsdə yox, makyajda da dahiymiş. Hava oldu sənə. Şu, bitdi bu da. Bir dənə ver üstündən keçim. Yox, yaxşı eləmişsən. Əslində heç üstündən keçməyə ehtiyac yoxdur. Bir dənə gözlərimin üstünü çox ağartmasaydın yaxşı olardı. Nəysə. İndi o highlighter'dır. Mənim sevimli Mockup tempaletimlə zəhmət olmasa eləyə bilərsən Rabi, güvənim sənə. Yox, güvən də. Yaxşı. Deməli, bax göstərirəm sənə. Yox, ruçka yox. Bax bu barmağı batırırsan bu rəngə, çox yox. Bax bunu. Hansı rəngidir? Bax bu. Bax görsən. Gözümün burasına və burasına sürtəsən. Ortada bir çıqqana boş yer qalmalıdır ki, mən ora zər sürtüm. Tamam? Haydi, inanın. O incə barmaqdır deyə onunla elə. Çox basma. Çoxdur, çoxdur. O çoxdur. Hə, əlində dağıt. Bəs çox dağıt. Aşkım, orada heç nə qalmadı. Gəl bacı bassın. Yox, qaldı var. Hə, görək də. Dibinə, gözümün bu içərisinə, bir də bu çölünə vurmalısan. Elə ki, göz qapağının üstünə yayılmasın. Yaxşı. Kipriyimə yaxın yerə. Aşkım, çox uzağa vurdun, aşkım. Aşkım, bura tem vurulduğun harda görmüsən sən? Allahım. Bax, bura vurursan, bax, bu əlimlə göstərdiyim yeri görsən. Baxmır ki, bura. Bura bax, bax, bura. Ay, sağ ol. Çox ürünə əli dağıtmışsan, gəlmir ürün gözümün üstünə. Bir dəmcə bax, bir dənə belə bas şeylə də, əlindəki ürün yoxdur. Aşkım, əlində ürün yoxdur sən. Aşkım, elə sürtmə. Ayda, belə eləyirsən Rabiyə. Yorulma baxı. Aşkım, bax, bunu bilsən, bax, belə, şu. Əlivə. Allahım, səbir, yarabbim. Gəl, ev yox, gəl. Gəl. Aşkım, cəmatımızı gözləyir. Neyim? Neyniyim? Bu yaxşıdır. Hə, sürtücə çarəsi yoxdur, dağıtarıq ev. Aşkım, yuxarı yox, kipriyimə yaxın, dibə. Gözümün dibinə. Ay, sağ ol. Sən götürmə, ora getmə həyatım. La havle, la havle. Ay, sağ ol. Yaxşı. Get barmağını bura. Bu boyda ürünü sən mənim gözümün üstünə çıxarda bilmirsən. Aşkım, bəs deyil. Ay, sağ ol, ay, sağ ol. Ortaya getmə, ömrüm. Orta boş qalmalıdır. Rabiyə, bilə eləyirsən, Rabiyə. Orta başına, neysə. Boş deyil, axı, sürtə getsən, aşkım, eləmə də. Ayda, niyə belə eləyir? Həyatım, belə niyə eləyirsən? Yox, Elə bax, eləmə ortaya, ömrüm. Qoy qəşəng olsun da, tərifləyə bilim. Bax, bu tutduğum yerə dəyməsin ten, tamam? Sənin üçün açıram, yol açıram. Bir damcı bas ora. Ürün gəlmir, boşuna gözümün üstünə. Hə, aysa, indi onu sürt qırağa. Gördün, ürün gəldi, şükür Allaha, ten vurmağı öyrəndi. İndi biraz da bura batır aşkım, o qutarı bu şey. Görsən, rəngi vermir. Ay, sağ ol. Bayaq göstərdiyim yerə, hə. Ortaya gəlmə. Ay, sağ ol. Ay Allah, bir gözü 4 dəqiqə elədi. İndi gör o biri gözünü. Aşkım, ortaya getmə, ömrüm. Alta gedim. Altı lazım. Ortanın da altı var da həyatım. Ora zər vuracam, ömrüm. Bir də deyirəm, bax, ortaya getmə, aşkım. Allahım. Allahım, başım əlime istəmirəm, getmirəm. Aşkım, dediyimi elə də. Deyədim. Ay da, makyaj eləysən axı, ömrüm. Fikrin burada olsun da, həyatım. Davay. Sağ ol. Şu yaxşı bəsdir. Keç zərə. Bunu götür. Başqa barmağını. İndi kalişinin üstünə onda. Hə. Vur ortaya. Aşkım, heç bir sər yoxdur. Bəlkə çox sürt əgər gəlmirsə. Baxın. Get barmağı var. Şu. Sürt ortasına. Gözümün ortasına. Yuxarı yox, ömrüm. Kipriyimin dibinə. O da dib olsun. Hə, həyatım. Ay, sağ ol, yuxarıdakı. Getmə, ömrüm, qıraqlara getmə, həyatım.
Uşaqlar, aşkım sən qışqırtmadın mı? Bismillah. Güvənirəm sənə, hadi eləyirsən. Aşkım yedin əlimi. Ay, indi biraz da göz pınarıma vur dibinə. Ay, sağ ol. Baxın bir dənə. Eləyəsən. Motivasiyadan düşmə. Şu. İndi o... Evet, pardon, yenə yaddaşımız doldu. Şu. Özünü toparla, sən bunu bacaracaqsın, inanla. Mən qışqırtma eləmə, xahiş edirəm, vur bunu, normal bitirsin. Davay, indi ortasına zər. Zəri götür, bayaq göstərdim. Biraz da həyatım. Yavaş. Aa, tamam. Vur zəri gözümə. Baxın. Biraz da yuxarı qalx. Haydi, haydi, haydi. Oldu. Baxın. Yaxşıdır. İlk dəfə üçün yaxşıdır. Düzdür, orta sözünü əzbərlətdirdin mənə. Təşəkkür edirəm. Amma yaxşıdır. İndi keçirik tuş bölməsinə. Hansı tuşu vurmaq istəyirsən, deyən? Bunu? Təzədən. Bunu? Tamam. Tuş vura bilirsən. Çünki öz kipriylə vurmuşluğum var. Məncə bacararsan onu. Prosto mən bu günə kimi tuş çox az vurdurmuşam. Ona görə inşallah gözümü qırpmarım. Burada mən bəlalıyam. Ay, sağ ol. Şu. Çox yavaş yaxınlaşdır ki. Ay, sağ ol. Məncə beləsinə tutsan sənin üçün daha rahat olar bu belə. Hə, tamam. Evet. Uyğunlaşdıq deyəsən bir-birimizə. Ay, dəydi gözümün üstünə. Elə dəyməsin, ləkəsi çətin gedir. Evet. 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 Qırpma. Qırpmayayım gözümü. Şimdi keç bu biri gözüme. Neye gülürsen? Sen canı neye gülürsen? Ay Allah. Ya yaxşıdır, niye gülürsən? Bir amcı qırağına bastırmışsan, ev-üstçilər yanı. Mənim qırpmağım ona görə yaxşıdır ki, gözümün üstünə dəymir fırça. Qırpım, qırpmayım. Qırpıram. Evet. Qarşımızda dəyərli vizajistimiz Rabiə Fərədzadə. Rabiə vizajist olmaq istəyirsən. Bitti tuş. Tuşu yaxşı vurdu. Tuşu bəyəndim. Göz makyajını biraz tam ağlımdakı kimi eləyə bilməsə də sonradan konseptini dəyişdik. İndi highlighter. Əlin, üstün, başın, hər yerin makyajdır. Deməli, highlighteri bununla vurarsan. Buna belə basarsan. Belə basıb düz yanağımın bu hissəsinə. Hansı? De buna. Evet, yanağımın bu hissəsinə. Parıldayır. Hə? İndi bu tərəfə. Fırça tutuşuma qurban olaram. Evet, şu. Bu bitti. İndi biraz bu MAC'ın Glow Play ən sevdiyim allakından vuracağıq. Elə eyni fırçanı götür təzədən. Bunu? Hə, göstərdiyim kimi batır. Belə. Bu sıxın. Yox, sıxma. Belə düzünə batırsan fırçanı daha yaxşı olur. Nə belə? Hə. Biraz. Gəl mən batırım, sən sürt. Ay, sol. Hə, bura. Bura bir dənə. Yəni beləsinə də süpür. Elə bir üzümdə süpürgəçilik edirsən. İndi bu biri tərəfə. Batır da zə, batır da zə. Gözümün altına gəlsəydin. Evet.
Mən müştəri olsam bayağıdır müştəri olardım. Sən də vizajist olsan, sənin gəlindən yolub tökərdilir oradaca. Baxın bir dənə. Yaxşıdır. Qəşəng zəl eləmisən ha. Hə. İndi gəldik ən əsas məqama. Dodaq, qaşımı sabitlə. Çirkin sabitləmə döyərəm səni. Sən belə sabitləyirsən. Hə, mən sabitlədiyimi bilirsən necə elədiyimi. Bu tərəfindən. Gəl biraz bunu izləyicilərə yaxın eləyək. Evet. Qaşımdan tıx səs gəlir. O axırıncı elədiyimin heç yeri yox idi. Axırıncı elədiyimin heç yeri yox idi. Mən sinçilə olacaq. Şimdi bu biri qaşıma keç. Niyə yuxarı qaldırırsan, elə qaldırır? Pis qalır ki, daranmış görüntü verir də. Bilinir ki, daranıb. Sənə xoşum gəlmir. Mən xoşlayıram amma. Evet. Baxım görüm nə edib qaşlarıma. Yox, qəşəng eləmsən. Yaxşıdır. Всё. İndi pomada bölümünə gəldik. Mənim burada bir dənə də dodaq karandaşım olmalıdır. Bir saniyə. Bunlardan hansı sən seç? Sən dinə. Sən dinə. Məncə sən bilirsən. Mən indi sən belə seç də random istədiyini. Hansı bu? Tamam. Aç dodağıma sürt. İzləyicilər də görsün. Əsladın boyu boyda olur. Yazıq izləyicilər bayaqdan hər şeyə qıraqdan baxırlar. Evet. Tamam, güldürmə, özün də gülmə. Makyajın qırağına çıxmasın. Haydi. Mən necə qanım? Elə də bəyənməyəcəksən. Dodağı şişirdirim. Hə, eləri çox şişirdin. Çox qırağa çıxmışsan gibimə geliyor. Rabia, da çənəmə düşəydin də, niyə əziyyət çəkir? Üstünə keç. İndi dodağının düz ortası ilə gedirsən. Hə, indi. Danışmazsan getməyəcəm. Güya. Dayan. Yaxşı. Tamam, sustum. Fıçık. Gel fıçık. Gel. Ama istemiyorum makyaj edeceğiz. Aşkım, eləmə də, bilə-bilə niyə çənəmə? Bu nədir, Rabia? Aşkım, da bunu bilə-bilə elədin. Yo, eləmədim, sən kimi elədim. Buradan adama. Orada. Aşkım, sən onu bilə-bilə elədin, aşkım. Valla bunlar qışqırtmayın. Yala indi onu. Ya, şaka. Sil əlindən onu. Bu nədir? Paylaşarım story'də Rabia'nın bacardığı budur ya. Budur. Bu değil axı, bilə-bilə ağzımın ortasına qədər düşürtdü konturu. Düzelt bunu. Aşkım, eyni barmaqla siləndə... Yo, eyni barmaq deyil, budur. Gedmir tərslikdən. Yaxşı, bəs. Pomadaya keçək indi, ay Allah. Mənim buradan sağ-salamat çıxar. Bunu mu sürtürsən? Nə? Nə? Bunu mu sürtürsən? Kikonu mu sürtürsən? Bu arada bunların rəngi çox oxşuyur. Buna baxın. Kikonu sürtür. Sürt. Yenə iyniyir. Sürt. Öz dodağına... Ne demişim dudağı üstüne ağ rengidir. Aha. Bitti. Bakın. Şu hazırdı. Rabiş'in makyajı arkadaşlar hazırdı. Ay dur.
Evet, bu da Rabiənin zar-zor məni qışqırda, çığırda, ağlada elədiyi makyaj. O ümumi görüntü olaraq çox yaxşıdır, amma mən olmasaydım, mənim o deyinməklərim olmasaydı, bu belə görməyəcəydiniz bu makyajı. Ağzım belə, gözlərim belə. Belə iki qızlar dudağı ilə. Belə bir şey olacaqdı. Allaha şükür ki, mən müdaxilələr elədim. Yenə yaxşı qurtardıq. Sən Allah, dodağın üstündə buna... Mənim olsa daha qışınır, mən yerim. Yenə də ilk dəfə üçün nəzərə alsaq ki, bəzi yerlərdə bilə-bilə qıraqlara çıxdım. 10 üzərindən puanım mən verdiyin əziyyətlərdən kırıram. 10 üzərindən 6,5 veriyorum makyajına. Nəysə, Rabişin elədiyi, mən çığırtdığı makyajımızın sonuna gəldik. Əgər videonu bəyəndisə, kanala abunə olub, like atıb, yorum yazmayı unutmayın. Gucci.